təbii maya ilə daş dəyirman ununda pizza. Qaxtayıq. Sənətkar da Ramazan Pizza by Roma deyib tapa bilirsiniz buranı. Bir rayonun istirahət anlayışını, vərdişlərini dəyişdirən, formalaşdıran 2 nəfər gənc. Qaxdakı bu obyekti quran da həmin yoldaşlardır. Biri əvvəlcə daş dəyirmanında un hazırlayıb, sonra da balatı ilə pizza xəmiri hazırlamağa başlayıb və çox yüzlərlə dəfə cəhd edəndən sonra nəhayət möhtəşəm bir resept alınıb və bu pizzaları hazırlayır. Bayaq videoda gördüklərinizi. Digər yoldaş Alvins Kofe. Bu 2 nəfər Qaxdakı istirahət vərdişini necə dəyişiblər? İrisu kəndində yolun qırağında taxtadan balaca bir yer hazırlayırlar. Orada bir tərəfdə pizza bişirilir, bir tərəfdə kofe və kofe növü olan içkilər, çay və s. kokteyllər servis olunmağa başlayır. Bura cəmaət qısa müddətə axın eləyir. Yenə taxtadan düzəlmiş sadə stollar qoyurlar yolun qırağına və getdikcə tələb artır. Axşamlar canlı musiqi eləməyə başlayırlar və Qaxın kəndlərindən də insanlar gəlməyə başlayır ora. Çünki ailəsi ilə gəlirlər, hər kəs açıq havada həm ləzzətli yeməklər yeyirlər, həm canlı musiqi var. İndiyə kimi rayonlarımızda çox da olmayan vərdişdir. Məsələ təkcə buradakı bu əyləncə ya da ki yemək içmək deyil də. Orada elə müsbət bir aura yaradırlar ki, bir dəfə gələn adam təkrar gəlmək istəyir. Məncə bu gənclərin əsas uğuru elə oradadır. Yayın sonlarına yaxın o mətbəx kimi istifadə olunan taxtadan tikilmiş balaca otaq yandı. Üstündən qısa müddət keçdi. Yoldaşlarla görüşdük. Gördük ki, hələ də eyni şövqlə, eyni enerji ilə işləyirlər. Sonra açıq havada yeri bağladılar. Qışın gəlməyi ilə əlaqədar bu videodakı yeri açdılar. İçərisindəki dekor hamısı özləri, öz əlləri ilə hazırlayıblar. Bunu da ekzotik olmaqdan ötürü elə bilirlər. Deyirlər ki, dekor işi ilə maraqlandıq, gördük qiymət çox bahadır. Özümüz elədik və yaxşı ki də özləri eləyiblər. Yaxın zamanlarda konsepti biraz da təkmilləşdirəcəkdilər. Onlarla videolar çəkəcəyik yerində. Bu videonun məğzunundan ibarətdir ki, belə təşəbbüslər göstərən və o şövqlə işləyən insanları maksimum dəstəkləmək lazımdır. Qaxda yaşayırsınızsa, böyük ehtimalla bilirsiniz artıq kafeni. Yaxın rayonlardasınızsa ya da Qaxa yolunuz düşəcəksə, gedib orada yerində bir dadına baxın. Yox, əgər heç biri deyilsə, onda sosial media hesablarından izləyin. İnşallah yaxın 1-2 həftəyə də konseptləri yenilənəndən sonra gedib yerində videolar çəkəcəyik. Bizi izləməyə davam edin.